Hər kəsə salam. Bilmirəm necə deyim, duyğularımı necə ifadə edeyim, amma bugün mənim ən xoşbəxt günlərimdən biri idi. Çünki bugünə kimi çox xoşbəxtliklər yaşamışam, çox şeylər görmüşəm, amma uşaqları sevindirmək qədər insanı xoşbəxt edən ikinci bir duyğu görməmişəm. Ümid eləyirəm ki, Cafe Love City-də keçirdiyimiz bu gün uşaqların xatirəsində ən özəl və gözəl günlərdən biri kimi qalacaq. Çünki bizim üçün çox gözəl bir gün oldu. Videonun əvvəlində də gördüyünüz kimi uşaqlar buranı görmüşdülər və bəyənmişdilər. Mən YouTube videosu çəkmək məqsədi ilə uşaqları pusduğum zaman onların belə bir arzusu olduğunu gördüm və bunu həyata keçirmək üçün tez hərəkətə keçdim. Bunun üçün mənə dəstək olan Cafe Love City-yə çox təşəkkür edirəm. Çünki bizi çox gözəl qarşıladılar, çox özəl xidmət elədilər. Burada spa xidməti var uşaqlar üçün. Təbii ki, valideynlər də qoşula bilir. Amma uşaqların əsas istəyi oydu. Əsas onun üçün bura gətirmişdim. Gəlmişkən dedik gözəl yeməklərdən də yeyək. Bizim üçün belə özəl bir sunum hazırladılar. TikTok trendlərindəki kimi. Və biz yeməklərimizi seçdik, yedik. Uşaqlar özləri üçün rəngli mini burgerlər zakaz elədilər. Vallahi açığı ön yarğılıydım burgerlərə qarşı, amma həqiqətən şoka düşdüm çünki dadları çox gözəl idi. Mən bilirsiniz də favorim qapalı burger, çox bəyəndim. Daha sonra keçdik mənim ürəyimin dıp-dıp eləyən yerinə, uşaqların spa zamanı. Əslində təklif elədilər ki, siz də qoşulun, amma mən istədim ki, bugün tamamilə onlara özəl olsun, tamamilə özlərini onlar özəl hiss eləsinlər. Və uşaqlar üçün gözəl manikyur, uşaq manikyuru, pedikuru olundu. Qollarımıza belə balaca tatular vurdurduq, nakleykalar, şəriyərində qoluna unicorn. Sonra keçdik makyaj və baxım bölümünə. Gözəl bir maska verdilər bizə, onu üzümüzə vurduq, sonra makyaj elədik. Həqiqətən buradan Cafe Love City-yə çox təşəkkürlərimi bildirirəm. Belə bir konsept və belə gözəl bir qarşılama həqiqətən deyirəm. Bunu səmimi qəlbdən deyirəm. Mən TikToker olaraq yəni çox kafeyə getmişəm. Hətta reklam elədiklərim də olub, amma belə bir qarşılama bu təkcə bizə özəl də deyildi bu arada. Bütün müştərilərlə çox səmimi və mehribancasına davranış var idi orada. Yeməkləri və xidmətlərinə söz ola bilməz. Daha sonra uşaqlar dedilər ki, bəs biz burada marojna görmüşük. TikTokda o marojna düzəltmə videolarından burada da var. Biz ondan eləmək istəyirik. Mən soruşdum. Belə bir şey təbii ki, icazə verdilər, sağ olsunlar. Uşaqlar marojna hazırladılar. Əsnad, Məryəm, Rabiyə növbə ilə hamısı düzəltdilər. Mən də biraz qoşuldum. Daha sonra yediyimiz marojnaların dadına baxdıq. Çox bəyəndik. Bizim üçün çox gözəl və özəl bir gün oldu, həqiqətən. Onları sevindirdiyim üçün o qədər xoşbəxtəm ki, bu videoya baxdıqca bir də sevinirəm. Çox sağ olun.